Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bugün sizə ətraf mühitə dəyən təsirin qiymətləndirilməsi haqqında danışacağım. Qısaldılmış olaraq ətraf mühitə dəyən təsirin qiymətləndirilməsi MTQ adlanır. MTQ-nin ilkin olaraq 3 əsas dəyəri haqqında məlumat verim. Birinci bütövlük, ikinci faydalılıq, üçüncü isə davamlılıq. Bütövlük o deməkdir ki, MTQ prosesi razılaşdırılmış standartlara uyğun olur. Faydalılıq, yəni MTQ prosesi qərarların qəbulu üçün balanslaşdırılmış, etibarlı məlumat verir. Davamlılıq isə MTQ prosesi ətraf mühitin qorunması ilə nəticələnir. MTQ rəhbər prinsipləri hansılardır? Onlar haqqında sizə məlumat verim. Deməli, MTQ prosesi aşağıdakılardan ibarət olur. Birinci, məqsədli, fokuslanmış, uyğunlaşan, iştirakçılıq təmin olunmalıdır. Şəffaf olmalıdır, ciddi olmalıdır, praktik olmalıdır, etibarlı olmalıdır və səmərəli olmalıdır. Yəni, MTQ prosesi bu sadalatlarından ibarət olmalıdır. Məqsədli deyəndə nə nəzərdə tutulur? MTQ qərarlarının qəbul edilməsini məlumatlandırmaq və ətraf mühitin mühafizəsi və insan sağlamlığının müvafiq səviyyəsini təmin etmək məqsədlərinə cavab verməlidir. Fokuslanmış deyəndə, MTQ vacib olan məsələləri nəzərə alaraq əhəmiyyətli ekoloji təsirlərə diqqət yetirməlidir. Uyğunlaşan olan deyəndə, MTQ nəzərdən keçirilən təkliflərin reallıqlarına, məsələlərinə və şərtlərinə uyğunlaşdırılmalıdır. İştirakçılıq təmin olunmalıdır, yəni MTQ maraqlı və təsirə məruz qalmış ictimaiyyəti məlumatlandırmaq və onları cəlb etmək üçün müvafiq imkanlar yaratmalıdır və onların tələbləri və narahatlıqları açıq şəkildə həll edilməlidir. Şəffaf deyəndə, yəni əsasən MTQ sənədi aydın, asan başa düşülən və açıq bir proses olmalıdır. Erkən bildiriş olmalıdır, yəni ictimaiyyət erkən məlumatlandırılmalıdır bu barədə. Sənədlər əlçatan olmalıdır və qərarların qəbulu və onların səbəbləri haqqında ictimai qeyd olmalıdır. Ciddi, MTQ araşdırılan təsirləri və problemləri həll etmək üçün ən yaxşı praktiki metodologiyaları yəni tətbiq etməlidir. Praktik olmalıdır, yəni MTQ təsirlərin azaldılması üçün işləyən və həyata keçirilə bilən tədbirləri müəyyən etməlidir. Etibarlı MTQ peşəkarlıq, ciddilik, ədalətlilik, obyektivlik, qərəzsizlik və balansla aparılmalıdır və axırıncı səmərəli olmalıdır. Bu nə deməkdir? Yəni MTQ irəliləyiş tədbirlərinə və məqsədlərə uyğun olaraq tərəfdarlara minimum xərc yükü olmalıdır. Sonra danışmaq istərdim sizə, yaxşı MTQ təcrübəsinin əsas fəaliyyət prinsipləri nədən ibarətdir? MTQ əhəmiyyətli dərəcədə təsiri olan bütün layihə təkliflərinə tətbiq olunmalıdır. Layihə dövrünün erkən mərhələsində başlanmalıdır. Müvafiq ekoloji, sosial və sağlamlığa təsirləri nəzərdən keçirib, ictimai rəyləri müəyyən etmək və nəzərə almaq lazımdır. Təsirlər və təsirlərin azaldılması tədbirləri haqqında bəyanatlarla nəticələnməlidir. Qərar qəbulunu və şərtlərini qoyulmasını asanlaşdırmalıdır. İndi MTQ proseslərinin özü haqqında danışmaq istəyirəm. Bu özü MTQ sənədinin hazırlanması özü böyük bir prosesdir. Amma bu prosesin içərisində müxtəlif mərhələli şəkildə proseslər vardır ki, onlardan birincisi skriningdir. Nə deməkdir skrining? Yəni MTQ-nin tətbiq edilib edilməməsi və hansı səviyyədə tətbiq olunacağına qərar verməkdir. Yəni bu mərhələdə biz layihəni nəzərdən keçiririk və əgər o layihə üçün MTQ sənədi hazırlanmalıdırsa, onda həmin qərarın əsasında MTQ sənədi hazırlanır. Yox, əgər kiçik bir layihədirsə, yəni az əhəmiyyətli bir təsiri varsa bu layihənin, o zaman texniki bir sənəd hazırlanır və ondan da aşağı bir səviyyədirsə, o zaman məktub şəklində, deməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub şəklində müraciət olunub və ondan sonra alınmış ekspertiza rəyi əsasında nəzərdə tutulan layihənin həyata keçirilib keçirilməməsi müəyyənləşir.
Sonra MTQ prosesinin ikinci mərhələsi əhatə dairəsi prosesidir. Yəni əhatə dairəsinin müəyyənləşdirilməsi. Burada mühüm məsələləri müəyyən etmək və texniki tapşırıqları hazırlamaqdan ibarətdir. Üçüncü, təsirlərin təhlili. Təkliflərin təsirlərini proqnozlaşdırmaq və onların əhəmiyyətini qiymətləndirməkdən ibarətdir. Bu proses, deməli, dördüncü proses təsirlərin yumşaldılması. Biz əgər hər hansı bir təsirləri təhlil etdikdən sonra yüksək dəyərli potensial təsiri ola biləcək hansısa bir fəaliyyət növü varsa, o zaman o potensial təsirləri, ekoloji təsirləri aşağı salmaq üçün, onun qarşısını almaq üçün, deməli, və yaxud da ki, kompensasiya etmək üçün tədbirlərin müəyyən edilməsi prosesidir. Sonra, deməli, 5-ci hesabatın hazırlanması. Yəni, bu artıq o sənədin özünün, MTQ sənədinin hazırlanmasından söhbət gedir. Burada isə qərar qəbul etmək üçün lazım olan məlumatlar həmən bu sənəddə öz əksini tapır. Yəni, hesabat deyəndə elə bu sənədin özündən söhbət gedir. Hesabat hazırlandıqdan sonra baxış mərhələsi gəlir. Baxış prosesində isə, deməli, MTQ hesabatının keyfiyyəti yoxlanılır. Sonra qərar vermə prosesi. Burada təklifi təsdiq etmək və yaxud da ki, onu rədd etmək və yaxud da ki, təklifi, yəni layihə təklifini təsdiq edilirsə, o zaman deyək ki, hansı şərtlər daxilində bu layihə qəbul olunur, onun şərtləri müəyyənləşir. Sonra izləmə mərhələsi, izləmə prosesi var ki, layihənin həyata keçirilməsinin təsirini izləmək, idarə etmək və yoxlamaq. Bu artıq layihənin icrası zamanı baş verən bir prosesdir. Sonra əsas proseslərdən biri ictimaiyyətin iştirakıdır. Bu əsas iki mərhələdə həyata keçirilməlidir. Birincisi, layihənin deyək ki, əhatə dairəsi müəyyənləşəndə ictimaiyyət cəlb olunmalıdır, onların rəyləri nəzərə alınmalıdır. Bir də MTQ sənədinin özü hazırlandıqdan sonra, yəni hesabat hazırlandıqdan sonra ictimaiyyətə çatdırılmalıdır. Hansısa yollarla bu sənədlər fiziki olaraq çatdırıla bilər və yaxud da müəyyən təqdimatlar şəklində çatdırıla bilər. Yəni, burada da, bu prosesdə də əsasən maraqlı tərəfləri məlumatlandırmaq və onlarla məsləhətləşməkdən söhbət gedir. MTQ prosesinin ümumiyyətlə əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birincisi, ekoloji cəhətdən sağlam və davamlı bir dizayn müəyyən etmiş oluruq. Sonra standartlara daha yaxşı uyğunluq əldə olunur və kapital əməliyyat xərclərinə qənaət olunur. Kapitalın və yaxud da ki, əməliyyat xərclərinin azaldılmasına nail olunur. Bu, MTQ prosesini icra etməklə və MTQ təsdiqlər üçün vaxt və xərclərin azalmasına səbəb olur. Yəni, hər hansı bir layihənin təsdiqinin alınması, icazələrin alınması üçün sərf olan vaxtı azaltmış olur bu sənəd. Layihənin qəbul olunma şansını artırır və ən əsası ətraf mühitin və insan sağlamlığının daha yaxşı qorunmasına xidmət edir. Yəni, MTQ sənədinin, MTQ prosesinin əhəmiyyəti və onun əsas prinsipləri və prosesləri haqqında məlumat verdim. Lakin bu özü böyük bir, geniş bir işdir və bu işə mən özüm 96-cı ildən cəlb olunmuşam və bu mövzuda, bu sahədə lazım olan deyək ki, dəstək və konsultasiya işlərini həyata keçirə bilərəm. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.